Salam, gəlin bu sualların izahına baxaq. Deyir, ədədlərdən hansı iki ardıcıl tək natural ədədin cəmi ola bilməz? Ardıcıl tək natural ədəd 2 ədəd. Birinə 2n çıxaq 1 desək, formulları bu şəkildədir. Hansına yazsaq cavab çıxar. Biri də 2n olacaq. 2n plus 1 yəni. Biri də 2n plus 3 ikisindən də çıxır. Buradan nə eləyir? Buradan eləyir ki 4n olmalıdır. Buradan da eləyir 4n plus 4. Zaten eyni şeydir. Aha, 4n isə deməli 4-ə bölünməlidir. Son iki rəqəmlərə baxacağım. Son iki rəqəm 0 olsa da bölünür. 20, 24 bölünür. 26 bölünməyəcək. 96 bölünür. D variantı. Deyir, şərtini ödəyən ABC natural ədədləri üçün A üstəgələk B üstəgələk 2C-ni tapın. Buradan A kvadrat üstəgələk 2AB üstəgələk B kvadratı çıxaq C kvadratı 13. Əvvəlcə bu hissəni tam kvadrat kimi yazaq. A üstəgələk B-nin kvadratı çıxaq C kvadratı 13. İndi bir dəfə bunların cəmi, bir dəfə fərqi. 13, 13-də 13 vuraq 1 yazıram. Nə deyir? Bunlar naturaldır. Baxın, natural. Bu natural dediyi üçün fərqə olan hissəyə 1 deyəcəm. Bu hissəyə də 13 deyəcəm. A üstəgələk B üstəgələk C 13. A üstəgələk B çıxılsın C 1. Tənliklər sistemini qurub tərəf-tərəfə toplasaq bunlar getdi. 2A plus 2B 14. 14. A üstəgələk B 7. A üstəgələk B 7. Yerinə qoysaq 49 çıxaq C kvadratı 13. 36 C kvadratı C mənfi müsbət 6. Natural olduğu üçün mənfini yedik. Yəni mənfi yox, müsbət 6. Yəni C-miz də müsbət 6 oldu. Nəyi soruşur? A üstəgələk B üstəgələk 2C-ni soruşur. Bura 7, burada 12. 7 üstəgələk 12 də cavab 19 edər. Daha çox belə videoların gəlməyini istəyirsinizsə kanala abunə olmağı unutmayaq.